oyanmağın nişanələri var, nişanələri. Bax, indi oturmuşuq, hamımız yığışmışıq da bu gecələr. Görün, nişanələrini deyirəm, var səndə, yoxsa yox. Varsa oyanmısan. Varsa oyanmısan. Yaxşı. Nədir? İlahi neymətləri görməyə başlayırsan. İlahi neymətləri görməyə başlayırsan. Demirəm, əlində olanları görürsən. Əlində olanı neymət kimi görsən. Söz budur. Əlində olanı görsən, neymət kimi görsən. Bu çox mühümdür. Gözün açılır da o neymət olduğunu görürsən. Çox mühümdür. Adam var, neymətin yanından keçir, neyməti görmür. Quran buyurur ki, كَأَيِّمْ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهِ وَهُمْ عَنْهَا مُعْرِضُونَ. Nə qədər mənim nişanələrimin yanından, əlamətlərimin yanından, ayələrin yanından elə keçdiniz yanına, amma görmədiniz. Yanındakı gördü, sən görmədin. Maraqlıdır. İkimiz o yerdən keçmişik yaxı. Niyə o gördü, mən görmədim? Çünki qafildir, oyanmayıb. Qafildir, oyanmayıb. Oyanan insan əlində olanlara neymət kimi baxır. Neymət gözü ilə baxır. Bir var deyir ki, belə də olmalıdır, əlimdə olanlar belə də olmalı. Necə olmalıydı ki? Bir də var, yox, deyir, bu mənə hədiyyədir, Allah mənə neymət verib. Onlar fərqli baxış deyə. Məsələn, bir müəllif kitab yazıb, sən gəlib onu dükandan da ala bilərsən. Bir də müəllifə deyirsən, nə ola, bir dənə, sən də mənə bir lütf elə bir kitab ondan, ya indi hədiyyə istəyir, ya deyir, mən almışam, səni imza çək. O imzalı kitabla onun nə fərqi var ki, imza çəkmədiyinin? İmza sanki xüsusidir, dəri müəllifin sənə hədiyyəsi kimi görürsən, onu da çox istəyirsən axı. O imza sənə bir başqa zövq verir. Əlində olanlarda Allahın imzasını görə bilsən, zövq alacaqsan. Bu övlad düzdür şirindir, amma bundan şirin bu neymətdir. Bunu kim verir mənə? O verir. İmzanı gör. İdişib qalmışsan balada. Balada idişib qalanda gəldin evə, yarım saat oynayırsan, yarım saat çox oldu. Kişilərə aiddir. Yarım saat kimdə oynayan, hə? 5 dəqiqə aldın, ver mənə, verdi. 5 dəqiqə get götür bunu Allah. Tutardı getdi də. Kimdir o 2 saat oynadan? Amma sən buna bir bala kimi, yox, bir neymət kimi bax, Allahın imzası kimi. O müəllif imza çəkib, imza, gündə açır imzaya baxır. İmza başqa zövqü. Neymət yəni bu. Əlində olana neymət kimi bax. İmzalı, Allahın imzasını gör. Onda aləmlə kontakta girsən. Ünsiyyət yaranır artıq. Ümid edirəm, deyə bilirəm sizə. Onda ünsiyyət yaranır. Bu mənə Allah hədiyyə edib.